Virginia ştatının Winchester şəhərində kiçik bir ev qapısını ziyarətçilərin üzünə avqust ayında açıb. Bu ev 30 yaşında dünyasını dəyişmiş Amerikanın bir zamanlar ən çox sevilən qadın vokalistlərindən birinin evi olub. Crazy, I'm crazy for feeling. Patsy Cline'ın Greatest Hits albomunun 10 milyon nüsxəsi satılıb. O bu evdə 16-21 yaşlarında ailəsi ilə birlikdə yaşayıb. Judy Sue Hyatt Kemp Patsy Cline tarixi evinin direktorudur. When she moved here, she was singing O bura köçəndə yerli vokal müsabiqədə iştirak edir, kilsədə ifa edirdi, deyə Judy bildirir. That piano she got when she was 8 years old. Patsy'nin ilk dayısı qızı Patricia Brannon evdə bələdçilik edir. O Patsy'dən 6 yaş balaca olub və uşaq olanda vaxtaşırı onunla bir yerdə olub. Her mom and her sister and her brother and herself. Burada onun anası, qardaşı, bacısı və özü yaşayırdı. Onlar maddi baxımdan çətin günlər keçirirdi, deyə Patricia bildirir. Brennan'ın uşaqlıq xatirələri bu evin 1940-cı illərdəki variantda bərpa olunmasına kömək edib. O 50-ci ildən sonra nəhayət ki, Winchester şəhərinə onun BBC qızının şöhrətləndirilməsinə görə təşəkkür edir. Patsy'ni Winchester'a bağlayan başqa elementlər də var. Onun pərəstişkarları vokalistin qəbrini illər uzunu burada ziyarət edib. Ancaq Hyatt Kemp deyir ki, pərəstişkarlar ev muzeyinin açılışını çoxdan gözləyirdilər. Bu bir Patsy tarixidir. O burada gəzib, yeyib, yatıb. Ev balaca olduğu üçün biz içəriyə 20-dən çox insanın daxil olmasına icazə vermirik. Babe Ruth tarix ərzində ən güclü beyzbolçulardan biri olub. O Maryland ştatının Baltimore şəhərində dünyaya gəlib. Ruth was born here in 1895. Ruth 1985-ci ilin 6 fevralında burada doğulub. Mike Gibson, Babe Ruth ev muzeyinin direktorudur. O deyir ki, Ruth ilk idman ulduzu olub. O idman agenti olan ilk idmançı idi. Ruth əmtəə məhsullarını reklam edən ilk idmançı olub. Ruth'un doğum yerinin 1960-cı ildə dağıdılması planlaşdırılsa da, Baltimore sakinləri evi bərpa edib və 40 ildir ki, onu ev muzeyi kimi qoruyur. Hazırda evdə Ruth'un həyatını əks etdirən çoxsaylı elementlər var. Ancaq heç də bütün tarixi evlər belə lüks olmur. Baltimore'un ən qədim evi olan bu ev, Amerikanın görkəmli yazıcısı Edgar Allan Poe'nun evi olub. Poe əsasən qorxulu şeirləri və hekayələri ilə tanınır. Jeff Jeremy ev muzeyinin kuratorudur. Ehtimal edirik ki, o burada 1832-1835-ci illərdə yaşayıb. Poe bura köçəndə 25 yaşı olub və bu balaca evdə xalası uşaqları Henry və Virginia, həmçinin xalası Maria Clem və nənəsi ilə yaşayıb. Poe'nun çardağı otağın o zamanki vəziyyəti şəklində dizayn edilib. Bu ev muzeyinin gələn ilin iyun ayından sonra ictimaiyyətə qapanacağı ehtimal olunur. Vaşinqtondan Emil Quliyev, Amerikanın səsi.